Herkese salamlar dostlar. Bu günləri sizlərlə birlikdə Car Simulator 2-nin davamını çəkirəm sizlər üçün. Deməli dostlar, bu günləri, bəli, bu gün sizlər üçün 1.2 milyon pul yığmışam. Bu pulu yığmaq heç də asan olmadı və videoya belə bir 07 ilə girdim. Bu 07-yə özüm yığmışam. Çox da dəyərli bir 07-dir. Motorunu düzələ yığmamışam, motorunu yığacam. Deməli dostlar, bu gün bu 1.2 milyon pulu yığmışam ha. Bu gün bununla dostlar, hamısı, yəni bu pul hamısı bir dənə maşına gedəcək. Deməli dostlar, bu günlər sizlərlə birlikdə 6x6-nı alacağıq. Yəni ki, bu Qalik var ya dostlar, Mercedes Qalik. Ha, bilərsiniz yəqin. İşte onun 6x6 versiyasıdır. Məsələn, normal Qalik 4x4'dür, bu 6x6'dır. Çünki 6 dənə təkəri var. Bir dəqiqə, mən niyə bu yoldan gəlirəm? Hə, dostlar, indi maşının qiyməti 1.2 milyondur, baxmışam. Bu pulu da sizlər üçün yığmışam. Dünəndən bəri pul yığıram və 1.2 milyon yığa bilmişəm. Və bu pula bugün o maşını alacağıq. Aha. Və dostlar, bu videoya 25 like gəlsə, Car Simulator 2-nin, yəni Car Simulator 2-nin davamı gələcək. Yəni bu videoya 25 like atsaz davamı gələcək. Əgər 50 like gəlsə, Maybach'ı alacağım. Buradakı Maybach'ı. Ya da Bugatti'ni alaram, bilmiyorum. Çünki mən bu dəfə oyunda bu Maybach'ı almışam. Ona göre bəlkə şey alarıq. Bugatti'ni alarıq. Və bu gün bizim alacağımız maşın bəli 6x6 dediyim budur. 6 dənə təkəri var. Çox qəşəng bir maşındır. Bunu indi alacağıq dostlar. 1.2 milyon. Verirəm bu pulu və verdim. Araba satın aldı. Bu oyunda ilk dəfə belə bir maşın alıram. İlk dəfə sürəcəm bu oyunda belə bir dənə maşın. Oyda neçə ildə oynayıram, ilk dəfə də alıram. Oha. Oha, mənimdir bu. Oha. İnanmıram. Uydu. Çox qəşəngdir. Abi, bayağı bir qəşəngdir. Abi, mən tez bir şəkildə gedəcəm, bu maşını yığdıracam. 44.000 pulumuz var da. Sürətinə baxın hələ. Oha, canavar kamyon deyir bu əməli başda. Canavar kamyon. Oha, içi çox qəşəngdir. Rolu da çox qəşəngdir. Oha, bu bildiyiniz dostlar canavar kamyondur. Dostlar, həmişə belə bir maşınım olsun istəmişəm, amma heç belə bir maşınım olmayıb. Ama indi aldım bu maşını oyunda. Uf, canavar kamyon. 160'dan gelir. Yani sürati biraz yavaştı ama olsun. Bu ne değil işte. Of. Oha, yerləşmir maşın. Bura çox böyüdü. Hə. Deməli təkərə nə qoya bilərik? Hə, hər cür təkər taxmaq olur da buna. Hə, baxım görüm mən hansı yaraşsa onu taxay. Bunun öz diskləri də var. Amma mən dəyişmək istəyirəm. Baxım görüm mən hansı yaraşar. Bunu 07'yə qoymuşdum. Bu yaraşar. Oha. Dostlar, bu məncə aşırı qəşəngdir. Bu diski mən çox bəyənirəm. Dostlar, spansiyonumuz Azelov. Həqiqi belə eləyəm Azelov. Yoxsa salım aşağıya belə olsun. Ya tam bir canavar kamyon kimi çox hündür də eləyə bilərəm.
Məncə biz bunu Azelov eləyək, hə. Azelov oldu. Abi, ilk dəfə belə bir maşını Azelov eləyən görmürsünüz. Əslində Azelov buna yaraşmaz. Elə özü qalsın belə. Sonra buna nömrə taxay, nömrə nə taxay? Nömrəyə taxay ki 42 gözlə bir dəqiqə 42 FF 442 yerləşmir. 42 olsun onda. Eybi belə bir şey olsun. 5000 də buna çıxdı. Üstünə belə şeylər indi qoyaq. Ancaq bunlar pis qalır. Yo, bunlar pis qalır. Bunları qoymağa ehtiyac yoxdur. Yo. Yo, bunları heç də əməyə ehtiyac yoxdur. Sadə qalsın qoy maşınımız. Oha, nə buydu? Hə, dostlar, maşını çıxartdıq qarajdan. Bir dəqiqə saxladı bunu. Hə. Dostlar, məncə maşın çox qəşəng oldu. Siz öz düşüncələrinizi yazarsınız. Gedək bunun indi rəngini falan dəyişək. Oha, 6 dənə təkəri var. Qəlbə gəlir biraz adama. Birinci can filmi qoyacağım buna. Şüşələri qara olsun. Təkər rəngi, hə, bunun da rəngini dəyişmək olur. Amma belə bir şey də demək olar. Bu maşının rəngi qara eləyib, belə bir şey də qoymaq olar. Bir dəqiqə, hələ bir maşının rənginə bir baxay biz. Mat deyil maşının öz rəngi. Hə, yox, mat ehtiyac yoxdur. 5000'li yaxşıdır, yoxsa bu? Of. Ən yaxşısı elə 17.000'li idi. Qara rəng eləyib mənim dediyim kimi də eləmək olar. Yəni, göy falan da eləmək olar, yəni. Yox, məncə göy olmasın. Göy olmasın rəngi. Yəni, daha fərqli bir rəng. Məsələn, boz da eləmək olar. Vəbşi, mən qara eləyirəm, dostlar. Maşın rəngini qara eləyəcəm. Disklərin də, yəni, dediyim kimi bir şəkildə. Oha, maşın indən çox qəşəng görünür. Bir dənə də buradan bayraqdan falan taxmaq olur. Yox, dostlar, buna ehtiyac yoxdur. Sadə olsun maşınımız. Əla, çıxay görə elə bir dənə maşınımız necə oldu. Uf. Dostlar, maşınımız həqiqi qəşəng oldu. Bir dənə saxlayaq, baxaq hələ burada. Dən düşə aşağıya. Üf. Bir dənə baxaq maşınımıza. Oha. Maşınımız həqiqi dostlar süper oldu. Bu disk rəngi falan da yaxşı ağır elədi. Yəni bu rəng qaraya yaraşır, ona görə belə elədim ki, bəlkə qəşəng görünər. Yəni. Bir anda bu şeylə baxaq, oyunun öz kamerası ilə baxaq. Yəni məncə yaxşı ki almışıq. Yəni yaxşı ki almışıq. Çox qəşəng maşındır. Məncə verdiyimiz pula dəydi. İndi bunun bir dənə şəklini çəkmək kapak fotoğrafı üçün. Dostlar, mən maşını Azelov eləmək fikrinə, yəni qərarına gəldim. Gəl maşına bir də Azelov eləyə, görə də necə görünəcək. Mən ölç elədim, gözlə bir dəqiqə. Tam bu şəkildə. Görə elə necə olacaq. Aha. Dostlar, bir sorun var. Maşın tullanır. Maşın yəni çox tullanır. Yəni maşın çox tullanır.
Bir de arka teker fırlanır. Bakın bu. O niye fırlanır bilmiyorum. Yani dostlar maşınımız bu şəkildədir. Sonraki videolarda bir dəqiqə lan mən videoyu bağlayıram, dur bir. Dostlar gəlin minək maşınımıza. Bunu bir dənə bu niyə belə oldu bilmirəm. Baxın dostlar belə oldu. Azalov eləyəndə. Niyə belə oldu bu? Dostlar maşının spansiyonlarını düzəltdim indi. Hə, belə daha yaxşı oldu. Yəni maşınımız bu şəkildə 1.2 milyon pul verdik buna. Amma maşın niyə bu qədər çox fırlanır onu bilmirəm. Aha, maşın iki təkər qalxır abi. Aşırıdadır yəni maşını. Və maşın qəşəngdir. Mən çox bəyəndim. Uç buradan hə. Allah uçurur. Puf, öldük. Dostlar sonraki videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Sağ olun, özünüzə yaxşı baxın.